Bu ilin ilk 3 ayında Azərbaycana xarici ölkələrdən 474,8 ton sarımsaq gətirilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan sarımsağın 1 kiloqramının orta gömrük dəyəri 2 manat 27 qəpik təşkil edib. Qeyd edək ki, bu ilin aprel ayında idxal olunan sarımsağın 1 kiloqramının marketlərdə orta satış qiyməti 7,2 manat təşkil edib. Açıqlanan rəqəmlərdən də göründüyü kimi, sarımsaq marketlərdə gömrük dəyərindən 3,2 dəfə baha satılır. Onu da qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycandan Səudiyyə Ərəbistanına da 170 kiloqram sarımsaq aparılıb. Səudiyyə Ərəbistanına aparılan sarımsağın 1 kiloqramının orta gömrük dəyəri 38 manat 30 qəpik təşkil edib. Məlumat üçün bildirək ki, idxal olunan sarımsaq Azərbaycana əsasən bu ölkələrdən gətirilib.